Bismillahirrahmanirrahim. Zilhiccənin 18-i İslam tarixinin ən parlaq, ən əzəmətli və dinin kamala çatdığı gündür. Həmin gün Allah tərəfindən elə bir əmr gəlir ki, bütün həcc karvanları dayandırılır. Səbəb Allah Taala bəşəriyyətin talihini dəyişir və o ayəni nazil edərək Həzrəti Peyğəmbərə elə bir əmr edir ki, sanki 23 ilin zəhməti bu andan asılıdır. Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil edilmiş olanı təbliğ et. Əgər bunu etməsən, onun risalətini yerinə yetirmiş olmazsan. Və Rəsulullah o mübarək əlləri ilə İslamın şiiri, elmin qapısı, ədalətin simvolu Həzrət Əlinin qolunu göyə qaldırır və əbədi bəyanatı səsləndirir. Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi onu sevəni sev, ona düşmən olana düşmən ol. Və bu bəyanatdan dərhal sonra göylərdən müjdə gələrək, bugün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım. Qədirxun bizə öyrədir ki, Həzrəti Əlisiz din naqis, Həzrəti Əlisiz nemət yarımçıqdır. Bugün biz də ruhən o səhrada Həzrəti Peyğəmbərimizə ləbbeyk deyib, uca Allahdan istəyirik ki, qəlblərimizi Həzrəti Əlinin nurundan, addımlarımızı onun xəttindən ayırmasın inşallah. Qədirxun bayramınız mübarək olsun.